İnkubasiya proqramı idea mərhələsindəki startapların inkişafını dəstəkləyən bir proqramdır. Məqsəd startapları MVP, yəni minimal işlək məhsul səviyyəsinə çatdırmaqdır. Bu proqramlarda startaplar müxtəlif təlimlərdə iştirak edirlər. Onlar həmçinin mentor dəstəyi, coworking məkanı və digər resurslardan faydalanırlar. Proqramın sonunda Demo Day tədbiri keçirilir. Tədbirdə proqramı uğurla bitirmiş startaplar iştirak edirlər və MVP-lərini təqdim edirlər. İdea mərhələsində olan layihələrə inkişaf etmək üçün müxtəlif resurslar lazımdır. İnkubasiya proqramları bu resursları təmin edir. Nəticədə startaplar çox resurs sərf etmədən biznes modellərini formalaşdırır, məhsullarını hazırlayır və bazara çıxarırlar. Məsələn, 2023-2024-cü tədris ilində Ufaz İnnovasiya Mərkəzi İRIA ilə birgə 2 dəfə inkubasiya proqramı keçirmişdir və ekosistemə 12 MVP qazandırmışdır.